Salam əziz, dəyərli izləyicilər. Hər həftə olduğu kimi bürcləri sizə təqdim edirəm əzizlərim. Xərçəng bürcü. Bax, əziz xərçənglər. Bu həftə sizi emosional enerji təsirlər gətirə biləcək. Həm iş, həm də şəxsi həyatınızda müəyyən bir dönüş nöqtələriniz ola bilər. Duyğularınız güclənəcək, lakin düzgün yönəldilmək sizə bağlıdır. Düzgün aparmaq işlərinizi. İş həyatında da qarşılıqlı enerjilər hökm sürəcək. Bəzi xərçənglər iş yerində gizli intriqalarla üzləşə biləcəksiniz. Əgər kiminsə sizə qarşı gizli planları qurduğunu hiss edirsinizsə, öz strategiyanızı qurun, sakitcə də müşahidə edin ki, bax bu insanlar sizə qarşı hərəkətlərini. Bir tərəfdən əksiklikləriniz ola bilər, ciddi dönüşümlər yaşadınız bəziləriniz. Bu aralar yaşadıqlarınız sizə biraz təsir edə bilər. Sınaqlardan keçdiniz, yenə də bəzi sınaqlar verə bilərsiniz. Fərqli düşüncələriniz qarşı tərəflə ya ailələ fərqli düşüncələriniz ola biləcək. Elə bir bu aralar sakit olmaq istəyirsiniz. Zehninizi, elə bir gözlərinizi bağlayıb sakit bir ortamda olmaq istəyirsiniz. Elə bir bəzi insanlarla, hətta deyər narsist kimi insanlarla belə mücadilələr verdiniz, dalğalanmalarınız çox oldu, işlə, karyerayla cavabdehlikləriniz də çox oldu, hər şey sizdən gözləyənlər də belə oldu. Səbrinizin sonu inanın səlamətdir, biraz səbirli olun, hər kəsin öz cavabdehliyini yerinə yetirsə sizin də işləriniz çox yaxşı ola bilər. Hissiz insanlarla, duyarsız insanlarla ciddi mücadilələr etdiniz. Sizə qarşı olan maraqlar bəzi insanlarda var. Anlada bilmədiklərinizi oldu ki, bəzi insanları anlada bilmədiniz. Karyerayla yeniliklər, huzur verən sevginiz ola biləcək. Sizə gələn bilgilər ki var, yanlış da ola bilər, biraz diqqətli olun. Sənətlə ilgilənərək başarığınızla irəliyə doğru gedəcəksiniz. Keçmişdə olan yaralarınızı, sevgi həyatınızla olan yaralarınıza sarılırsınız. Maliyyə məsələlərində biraz diqqətli olun. Gözlənilməz xərcləriniz çıxa bilər qarşınıza. Bu həftə böyük alış-verişdən, riskli yatırımlardan biraz çəkinmək məsləhətdir sizlər üçün. Yəni riskli investisiyalardan da çəkinin əzizlərim. Emosiyalarınız, emosiyalarla deyil, məntiqlə qərar qəbul edin, sakit, strateji yanaşsanız qələbə sizinlə ola bilər əzizlərim. Əgər sevgi həyatında, münasibətiniz varsa da bu həftə sevdiyiniz sevgilinizi sınaqdan keçirə bilərsiniz. Hissləriniz çox həssas ola biləcək, qarşı tərəfin hər sözünü dərindən düşünə biləcəksiniz. Lakin unutmayın, hər şey göründüyü kimi deyil. Əgər narahat olduğunuz bir məsələ varsa, yəni açıq şəkildə danışın, açıq söhbət aparın qarşı tərəflə əzizlərim. Bir şeydən elə bir vaz keçmək istəyəcəksiniz. Artıq mücadilələr çox etdiniz. Bir anlam qalmadı. Önünüzə baxacaqsınız. Stresiniz çox sürməyəcək, narahat olmayın. Yoldaş dediyiniz, dost dediyiniz, onunla bir iş edəcəksiniz, həyatınızı dəyişmək istəyəcəksiniz, həyatınızı kökündən dəyişmək istəyirsiniz əzizlərim. Xəyal qırıqlıqları yaşadınız, lakin istədiyin işlə əlaqəli sevinə biləcəksiniz, qazancla əlaqəli bir yola gedə bilərsiniz, önünüz açılır. Sevgi həyatınızda birilərinə anlatmaqdan çox yoruldunuz. Geridə qoyub çox şeyi, gözəl işlərlə addım atacaqsınız. Hərəkətlik ola biləcək, hədəflərinizə doğru gedəcəksiniz. Çözə bilmədikləriniz var. Yəni fikirlərinizlə inandığınız insanlardan məsləhət alaraq dəyərləndirə biləcəksiniz. Lakin biraz sağlığınıza baxın. Yəni çox gözlədiniz, çox sınaqlar verdiniz. Ya təhsillə əlaqəli bir dəyişim, ya karyerayla və ya maşınınızla dəyişə bilərsiniz. Bir iş birliyini, yəni birilərlə bir iş birliyinin hazırlığını aparacaqsınız.
Biraz bu ara qarşı ola bilər məsələləriniz. 18-dən sonra bir dəyişim, dönüşüm ola bilər. Bu həftə bəzi şeylərə taxılıb qala bilərsiniz, bəzi məsələlərə bağlanıb qala bilərsiniz. Bəzinizin enerjiləri coşacaq, bir dəyişikliklər ola bilər. Düşməniniz var, düşmənə əsəbləşə biləcəksiniz, sinirli ola biləcəksiniz, öfkəli ola bilərsiniz. Biraz diqqət edin. Tək olan xərçənglər maraqlı bir həftə ola biləcək. Köhnə sevgililər yenidən gündəmə gələ bilər. Amma qərar vermədən əvvəl yaxşı düşünün. Keçmişdə sizin incitmiş bir insanı yenidən həyatınıza daxil olmasına, yəni dəyərmi? Bunu fikirləşin. Yəni sizdən asılı çox şey olacaq. Əgər münasibətlərinizdə problemlər varsa da əzizəm, əvvəlcə öz hisslərinizi analiz edin. Qarşı tərəfdən nə gözlədiyinizi də aydınlaşdırın. Dost münasibətlərində və ya ailə məsələlərində bu həftə sizi həm sevinç, həm də düşündürücü hadisələr gözləyir. Ailə içində həll olunmamış problemlər yenidən gündəmə gələ biləcək. Əgər uzun müddətdir danışmadığınız əgər biri varsa, sizdən xəbər gözləyəcək. Dostlarınızın arasında kimlərinsə sizə ehtiyacı ola biləcək. Lakin unutmayın, hər kəsə kömək etməyə çalışmaq sizin enerjinizi tükədə biləcək. Siz hər zaman başqalarını düşündünüz. Elə başqalarını düşünən insansınız əzizlərim. Amma bəzən özünüzü də düşünməlisiniz. Yəni özünüzə vaxt ayırmırsınız, özünüzü düşünmürsünüz. Biraz sağlamlığınızda, bəzilərinizdə ruh halınız var elə bir. Bu həftə biraz emosional dalğalanmalar sizi yora biləcək. Stresli ola biləcəksiniz, yorğunluq hiss edə biləcəksiniz. Həddindən artıq işləmək, başqalarının problemini düşünmək sizi fiziki, emosional olaraq zəiflədə biləcək. Bax, immunitetinizə biraz diqqət edin. Bəzilərinizdə çox enerjiniz düşmüş, immunitetiniz düşmüş. Çünki bu həftə bədəninizi qorumaq üçün daha çox istirahət etməlisiniz bu həftə. Bax, duyğularınızı idarə etmək üçün, yenə dedim, çox gəzin havada, sizi rahatladan fəaliyyətlərlə, yəni vaxt ayırın, çalışın. Bu həftə emosiyalarınızı tarazlamağa çalışacaqsınız. Hər şeyə də dərindən fikir vermək çox yoracaq sizi. Həyatınızı sadələşdirin, çalışın. Lazımsız narahatlıqlardan uzaq durun. Yəni, həyat davam edir, əzizlərim. Yəni, hər şeyin bir həlli var. Amma hər şey sizə qalmayıb. Hər şeyi həll etmək, qohuma qaçmaq, qardaşa, bacıya düz deyə qaçmaq yaxşı bir şeydir, başa düşürəm. Amma hərdən özünü, öz ailəni, özünüzü unudursunuz əzizlərim. Ona görə bax bunu deyirəm əzizlərim. Yəni həftənin hər gün üçün ayrıca bir yəni özünüz üçün ayrıca vaxt zaman ayırın, analiz edin həyatınızı. Bax, əzizlərim, maddiyyatla əlaqəli biraz əsəbləşə bilərsiniz, biraz əzimlə həftənin öhdəsindən gələ biləcəksiniz. Sıxıntınız arta bilər, təmiz niyyətli bir insansınız, əliniz açıq, saf insansınız. Bəzi insanlara dəyəri artıq verirsiniz, əzizlərim. Sağlığınıza da fikir vermirsiniz, soğuq deyimi ola bilər, qaraciyərinizdən biraz piylənmə, biraz nəfəslə sıxıntılar, yəni burun əməliyyatınızda ola bilər, biraz sümüyünüzdə, bax, sümükləşmiş elə bir burun nahiyənizdə, biraz ona diqqət edin. Ya əməliyyata gedəcəksinizsə, çox uğurlu bir əməliyyatınız ola bilər. Biraz elə bir yuxuda biraz vəsvəsə, dişlərini qıcama ola bilər, ya övladınızdır bəlkə də. Biraz bax, üzərinizdə ağırlıq, nəzər var. Sevgi həyatınızda həddən artıq qısqanclıq var, çox qısqanırsınız, üzüntüləriniz ola bilər. Dəyərini bilən, sizin dəyərinizi bilən həmişə sizin yanınızda ola biləcək. Ortalığı qarışdırmaq istəyənlər var. Biraz 10-15 gün biraz sakit olsanız çox yaxşı ola bilər. Küskün kimisiniz, əsəbi kimisiniz, səssiz qalmaq istəyirsiniz. Yəni 10 gün biraz səssiz keçirəcəksiniz. 5 saatlıq, 4-5 saatlıq bir yola bir gedişiniz var, istəyirsiniz.
Gedimmi, getmimmi? Belə düşüncələr içindəsiniz. Bayramdan sonra gözəl rahatlıq gələcək sizə əzizlərim. Sevdiyin insanla görüşüb bir yerə gedəcəksiniz. Bir rahatlanma ola biləcək həyatınızda. Ailə içində biri rahatsızdır. 5-6 aydır, bəlkə də 5-6 gündür işi rast getmir. İşləri yaxşı getmir. Və ya 5-6 aydır ki, sizin işiniz getmir, daha da biraz çətinliklər var. Biraz gedir, biraz durğunluq, biraz gedir, durğunluq. Artıq sizi yormuş bu hallar. Üzərinizdə ağır negativ yığılmış əzizlərim. Çalışın 99 dəfə ya Allah, ya Vedud, ya Fəttah, El Nur. Allahım, mələk enerjini, bu əsmaların üzü hörmətinə mənə yardım elə deyərək özünüzü pis enerjilərdən, bəddualardan, tilsimlərdən, nəzərdən, lənətdən, negativ varsa da bunlar hamısı təmizlənsin deyin əzizlərim. Evinizə bax bir fərəhlik gətirəcəksiniz. Bax bu zikirləri, əsmaları hərəsini 99 dəfə Yəni hamısını da ya Allah, ya Vedud, ya Fəttah, El Nur. Yəni bunları hamısını hərəsini 99 dəfə zikirlərini deyin ki, yollarınızda açıqlıq olsun, ruzu bərəkətiniz bollaşsın əzizlərim. Zehniniz sakit olsun, yorğunluğunuz getsin əzizlərim. Bax dua edin əzizlərim. Özünüz bildiyin doğrunu edəcəksiniz elə bir. Hərdən havada qalan bəzi işləriniz olur. Yarım qalan işlərinizi tamamlayacaqsınız. Önünüzə gözəl bax qismətlər gələcək. Özünüzü bir şeylərə hazırlaşdırıb araşdırmalar edəcəksiniz. Bir değişim, bir şeylərin değişimini davam edəcəksiniz. Ürəyinizdə düşüncələr, bax ürəyinizdə bir şey düşünürsünüz, beyninizdə bir şey düşünürsünüz. Məsələn, addımı başqa cür, yəni istədiyiniz kimi edə bilmirsiniz. Yəni fikirləriniz dağınıqdır əzizlərim demək istəyirəm. Maddiyatınız çıxacaq, bir dənə də sənət işiniz alınacaq əzizlərim. Evlə əlaqəlidir bəlkə də sənət. Bir də ehtiyatlı olun, maşını sürətli sürməyin əzizlərim. Bir cəza gələ bilər evinizə, cəza maşınla əlaqəli. Bax ona da biraz hirslənə bilərsiniz. Yol hərəkətlərində də biraz diqqətli olun əzizlərim. Diqqətinizə görə var olun, sağ olun. Dəstək olduğunuza görə də çox sağ olun əzizlərim.